Salam hörmətli izləyicilər, hörmətli 9-cu sinif şagirdləri. Bu videomuzda sizlərə DİM test toplusunun 9-cu sinifdən tənbihlər sistemindəki mövzusunda sualların izahını sizlərə təqdim edəcəm. İzaha keçməmişdən əvvəl digər mövzuların izahını istərsinizsə kanala abunə ola bilərsiniz. Həmçinin buraxılış imtahanı üçün ödənişsiz sınaqlar qrupuna qoşulmaq üçün 051 552 15 77 nömrəsini WhatsApp-dan yaza bilərsiniz. Birinci sual. 2x bərabər 6 və y plus 3x bərabər 14 olarsa, bizdən y istəyir. Deməli, x-i tapsaq, 6-nı 2-yə bölsək, x-imiz olur 3. X-in bu qiymətini gətirək sistemdə aşağıda yazaq yerinə. Y üstə gəl. 3-ü vursaq 3-ə 9 bərabər 14. Buradan 14-dən 9 çıxsaq, y bərabər olur 5-ə. Deməli, cavabımız hansı olur? B variantı. Növbəti baxaq 2-yə. 2-də deyir ki, yenə eyni tip sualdır. Y bərabər 2x. Və x üstə gəl 2y bərabər 15. Tənliklər sistemindən x-i tapın. Baxın, y-in qiyməti 2x-ə bərabər. Gətirib burada əvəzləmə eləsək, yəni x üstə gəl yazsam 2 vur 2x bərabər 15. 2-ni 2x-ə vursaq 4x, üzərinə x gəlsəm 5-dən x bərabər 15-ə. 15-i 5-ə bölsəm x oldu 3. Cavabımız hansıdır? B variantı olmuş olur. Növbəti baxaq, deməli 3 nömrəli sual. 2x bərabər 6 olarsa, x plus y bərabər 11. Tənliklər sistemindən y minus x fərqini bizdən istəyir. Deməli 3 nömrəli sual. 6-nı 2-yə bölsə x-imiz olur 3. Və yazıb bizə x plus y bərabər 11. X-in əvəzinə 3 yazsam, 3 plus y bərabər 11 isə, 11-dən 3 səm y neçə olur? 8. Y minus x istəyir. Deməli, y minus x bərabərdir 8 çıxaq 3. Yəni, cavabımız neçə olur? 5. D variantı. 4-cü sual. Dörddə yazıb ki, y minus 2x bərabər mənfi 4 və x plus y bərabər 11 olarsa və bizə deyir ki, x-i tapın. X-i soruşursa bizdən, baxın, əvvəlcə x-i soruşursa, onda aşağı sistemi mənfiyə vuraq, yəni yuxarı olduğu kimi qalsın. Y minus 2x bərabərdir mənfi 4-də. Aşağını mənfiyə vuraq, mənfi x çıxar, y bərabər mənfi 11. Və tərəf-tərəfə toplasaq, y-lər islah olunur. Olur, mənfi 3x bərabərdir mənfi 15. Mənfi 15-i mənfi 3-ə bölsə, x bərabər olur müsbət 5-ə. Deməli, cavabımız olur neçə? D variantı. 5-ci suala baxaq. Beşinci sualda deməli, x plus y bərabər 4 və x minus y bərabər 6 olarsa, tənliklər sistemindən x-y hasilini bizdən istəyir. Tərəf-tərəfə toplasaq, y-lər islah olunur. X ilə x-i toplasam edir 2 ilə x, 6 ilə 4 toplasam 10. 10-u 2-yə bölsəm x 5 olurmu? X-in qiyməti 5-dir. 5-dirsə, yazıq 5 üstə gəl y bərabər 4-də və y bərabər 4-dən 5 isə mənfi 1. Y oldu mənfi 1. İndi x-y hasilini isə olacaq 5 vuraq mənfi 1. Hasil neçə eləyir? Mənfi 5. Deməli, cavabımız ol hansı? A variantı. 6. Tənliklər sistemindən x-i tapın. 2x plus y, 2x plus y bərabər 5 və x minus y bərabər 4. İndi fikir verin, tərəf-tərəfə toplasaq, y-lər islah olunur, biri mənfi, biri müsbət. 2x ilə x-i toplasam, 3 dənə x bərabər 9-a və 9-u 3-ə bölsə x-imiz oldu 3. Cavabımız hansı olacaq?
C variantı. 7. Yazıb ki, x bərabər 2y və x plus 4y bərabər 18. Baxın, əvəzləməliyik. X-in 2y qiymətini gətirib burada yazaq yerinə. Yazıram 2y üstə gəldi 4 dənə y bərabər 18. Bunları toplasam 6 dənə y bərabər 18. 18-i 6-ya bölsə y-in qiyməti ol neçə? 3. B variantı olmuş olur. 8. Yazıb ki 4x minus y bərabər 13 və 3x plus y bərabər 8. Baxın, tərəf-tərəfə toplasaq, y-lər islah olunur. Biri mənfi, biri müsbət. 4x ilə 3x-i toplasaq, 7x bərabər 13 ilə 8 toplasaq 21. Və 21-i 7-yə bölsək x olur 3. X-in 3 qiymətini gətirib burada yazaq yenə. Olur 4 vuraq 3, çıxaq y bərabər 13. Buradan y bərabər 12-dən 13-dən neçə ilə? Mənfi 1. Cavabımız y-imiz mənfi 1, x-imiz 3. Bizdən x minus 3 çıxaq, olacaq mənfi 1. Bu da cavab edir 4. A variantı. 9. Tənliklər sistemindən x plus y cəmini bizdən soruşur. Deməli 2x minus y bərabər 14 və 3x plus y bərabər 36. Tərəf-tərəfə toplasaq yenə y-lər islah olunur. Olur 5 dənə x bərabər 50-yə. 50-ni 5-ə bölsəm x olur 10. X-in qiyməti 10-dur. X-in 10 qiymətini gətirib burada yazaq yenə. 2 vuraq 10 minus y bərabər 14. Buradan y bərabər 20-dən 14 tutsam neçə eləyir? 6. Demək y-imiz 6-dır, x-imiz 10. Cəmsi neçə eləyəcək? 16. Y variantı. Onun suala baxaq. Tənliklər sistemini həll etməyimizi istəyir bizdən. Deməli 3-də 2x üstə gəl 4-də 1y bərabər 19. Baxın, aşağıdakı x böl 2 verib. Y atıram sağ tərəfə. Və burada belə eləyək. Bunu çarpaz uzarsam x bərabər olurmu 2y? Gətir x-in yeni 2y yazı olacaq 3-də 4y üstə gəl 4-də 1y bərabərdir 19-a. Ortaq məxrəcimiz 3 ilə 4-də 12-dir. 12 3-ə bölsəm 4, 4-də vursam 16 dənə y plus 12 4-də bölsəm 3, 1-ə vursam 3y bərabər 19. Sürəti toplasam 19y bölü 12 bərabər 19. Bunlar gedir. Y bərabər olur neçəyə? 12-yə. Y 12-dirsə, 2-ni 12-yə vursam x neçə eləyir? 24. Birinci x gəlir, sonra y. 24 12. D variantı. Sonra 11-ci suala baxaq. 11-ci sualda deməli yazıb ki, x kvadrat minus 5x y. Oradan x-i çıxardıram ortaq vuruq kimi olur x minus 5y bərabər 6. Və x minus 5y bizə verib 1. X minus 5y yenə 1 yazsam yuxarıda olur. X vuraq 1 bərabər 6. X bərabər 6-ya. X-i yenə gətirək 6 yazaq. Olur 6 minus 5y bərabər 1. 5y 6-dan 5 çıxsam 5. 5-i 5-ə bölsəm y neçə olub 1. Deməli x-in qiyməti 6-dır. Y-in qiyməti 1. Hasil neçə eləyir? 6. C variantı. 12-yə baxaq. 12-də deyir ki, tənliklər sistemindən x plus y cəmini tapın. Deməli, x y ilə 3y kvadratından y çıxarsam olur x plus 3y bərabər 12. Aşağıda da x plus 3y bərabər 4 verim. Və x plus 3y-in əvəzinə 4 yazsam, yəni y vur 4.
bərabər 12. 12-ni 4-ə bölsəm y neçə oldu? Y3-dür. Y-in yeni 3 yazaq. X plus 3-də bölsəm 9 bərabər 4-ə. 4-dən 9 çıxsam x olur -5. -5 ilə 3-ün cəmi eləyəcək neçə? -2. Cavab olacaq hansı? B variantı. Növbəti baxaq, deməli 13 nömrəli sualı. 13 nömrəli sualda görə deməli bizə deyir ki, baxın, yuxarıdakı onluq kəsindən düzdür. Onun hər tərəfini 10-a vursaq, olacaq 1 dənə x üstə gəl 9 dənə y bərabər -8. Aşağıda 2x minus 3y bərabər 5. Gəlin belə eləyək. Aşağıdakı tənliyin hər tərəfini 3-ə vuraq. Deməli olsun x plus 9 dənə y bərabər -8 və 6 dənə x minus deməli 9 dənə y bərabər 15-ə. Tərəf-tərəfə toplasam 9y-lər ki, o 7x bərabər 7-yə. 7-ni 7-yə bölsəm x oldu 1. X-imiz 1 isə x-in yenə 1 yazsaq. 1 plus 9y bərabər -8. 9y bərabər -9 olur. Y bərabər -1. Y -1, x müsbət 1. Birinci x gəlir. 1 -1. Cavab ol hansı? D variantı. 14-də baxaq. 14-də deyir ki, tənlilər sistemindən x böl y nisbətini tapın. Deməli, fikir versək, 3x üstə gəl 4 dənə y bərabər 16. Aşağının da hər tərəfini 3-ə vuraq. 3x plus 3y bərabər 15-ə. Və yuxarıdan aşağı çıxsa 3x-dən 3x çıxanda 0, 4y-dən 3y çıxsam y bərabər 16-dan 15 çıxsam 1. Y oldu 1. Və y-in yenə 1 yazsam 3x plus 3 bərabər 15-ə. 3x bərabər 15-dən 3 çıxsam 12. 12-ni 3-ə bölsəm x oldu 4. X-imiz 4, y-imiz 1. Deməli, olacaq 4 böl 1. Cavab neçə eləyir? 4. Yəni, Y variantı. 15. Tənliklər sistemindən deməli x böl y nisbətini bizdən soruşur. Deməli yazaq 5x üstə gəl 7y bərabər 27-yə və aşağında hər tərəfini 7-yə vuraq. 7x minus 7 dənə y bərabər 21-ə. Tərəf-tərəfə toplasaq 7y-lər islah olunur. 12 dənə x bərabərdir 48. 48-i 12-yə bölsə x-imiz oldu 4. Düzü. X-imiz olsa gətir, burada x yeni 4 yazaq. 7 də 4 28, çıxaq 7y bərabər 21-ə. 7y bərabər 28-dən 21 çıxsam 7. 7-ni 7-yə bölsəm y oldu 1. X 4, y 1. 4-ün 1-ə nisbəti edəcək 4. D variantı. 16. Tənlilər sistemindən x, y hasilini tapın. Deməli, belə eləyək. Yazıb -3x. Bu birinci tənliyi hər tərəfini 2-yə vuraq. Y-ləri islah eləmək. -6x üstə gəl 2y bərabər 6 olur. Aşağı olduğu kimi qalsın. Bərabər -4. Tərəf-tərəfə toplasam 2y-lər gedir. -6x 5x. Bu eləyir -x. Bərabər 6 -4. Bu da eləyir 2. X bərabər oldu -2. Gətir x-i yenə -2 yazaq. 5-i -2-yə vursam, -10 çıxaq 2y bərabər -4. Buradan -2y bərabər 10 atıram sağ tərəfə. Deməli, olur müsbət 6. Y bərabər -3-ə. X -2, y -3. Hasil edəcək müsbət 6. Yəni, C variantı. 17-yə baxaq. 17 deməli bizə deyir ki, tənliklər sistemindən x, y hasilini tapın. Fikir versək,
Yuxarını mənfi 3-ə vuraq. Mənfi 9x çıxaq 3y, y-i islah eləməyə. Bərabər müsbət 15-ə. Aşağı 2x üstə gəl 3y bərabərli 6-ya. Tərəf-tərəfə toplasam 3y-lər islah olunur. Olur mənfi 7x bərabər 21. 21-i mənfi 7-yə bölsəm x oldu mənfi 3. Gətir x-in yeni mənfi 2-ni mənfi 3-ə vursam mənfi 6 üstə gəl 3y bərabər 6-ya. 3y bərabər 12. 12 3-ə bölsəm y neçə oldu? 4. X-imiz mənfi 3, y-imiz mənfi. Hasil neçə? Mənfi 12. B variantı. 18-ə baxaq. Tənzilər sistemindən y bölü x nisbətini tapın. Deməli, 2x plus 3y. Gəlin yuxarını 2-yə vuraq. 4x üstə gəl 6 dənə y bərabərli mənfi 14. Aşağıda 5x üstə gəl 6y bərabərli mənfi 13. Belə eləyək. Yuxarıdan aşağı 6y-lər gedir. 4x-dən 5x çıxanda mənfi x bərabər olur mənfi 1-ə. Mənfi 14 çıxaq. Mənfi 13 50 mənfi 1. X bərabər oldu müsbət 1-ə. X-in yenə 1 yazaq. 4 vur 1 4. Üstə gəl. 6y bərabər mənfi 14. Buradan 6y bərabər mənfi 18-ə. Y bərabər mənfi 3-ə. X1 y mənfi 3. Deməli, y böl x istəyir. Böləndə mənfi 3 edədir. C variantı. 19-a baxaq növbəti. 19-da bizə deyir ki, deməli 2x plus 3y. Belə eləyək. Yuxarını 4-ə vuraq hər tərəfini. 8x olacaq. Üstə gəl, deməli 12y bərabərdir 16-ya. Aşağı da 8x üstə gəl 5y bərabər 2. Tənzilər sistemindən y bölü x nisbətini tapın. Yuxarıdan aşağı çıxsa 8x-lər gedir. 12y-dən 5y çıxanda 7-dən y bərabər 16-dan 2 çıxsam 14. 14-ü 7-yə bölsəm y oldu 2. Və bizdən y 2-dirsə y-ni 2 yazıb. 8x plus 24 bərabər 16-ya. Buradan 8x bərabər 16-da 24 çıxsam mənfi 8. X bərabər mənfi 1. Y2 x mənfi 1. Deməli, nisbəti edəcək mənfi 2. B variantı. 20-yə baxaq. 20-ci sualda deməli yazıb ki, yuxarını 3-ə vuraq. Olsun 3x üstə gəl 3y bərabərdir mənfi 9 olacaq. Aşağı 2x minus 3y bərabər mənfi 11-dir. Düzdür. Tərəf-tərəfə toplasam 3y-lər gedir. Olur 5 dənə x bərabər mənfi 20. Mənfi 20-ni 5-ə bölsəm x olur mənfi 4. X mənfi 4. X-in yenə mənfi 4. 3 dənə mənfi 4. Mənfi 12. Plus 3y bərabər mənfi 9. Buradan 3y bərabər olur. Deməli, müsbət 3-ə. Y bərabər olur 1-ə. X-ə mənfi. Hasil neçə eləyir? Mənfi 4. C variantı. 21-ə baxaq növbəti. 21-də deyir ki, fikir verin. İndi isə deməli, yuxarını mənfi 2-yə vursaq, x-ləri islah eləmək olur. Mənfi 2x çıxaq 14 dənə y bərabərdir müsbət 22. Aşağı 2x minus y bərabər 8. Tərəf-tərəfə toplasam bu 2x-lər islah olunurmu? Olur mənfi 15 dənə y bərabər 30. Və 30-u mənfi 15-ə bölsə y olur mənfi 2. Y mənfi 2 isə gətir y-in yeni mənfi 2 yazaq. Olacaq 2x plus 2 bərabər 8. 8-dən 2 çıxsam 2x bərabər 6. X bərabər 3. Y-imiz mənfi 2, x-imiz 3. Hasil neçə eləyir? Mənfi 6. B variantı olmuş olur. 22-yə baxaq növbəti.
22-də deyir ki, tənələ sisteminin x plus y cəmini tapın. Deməli, fikir versək. 3x üstə gəl 2y bərabər 7 və 2x üstə gəl 3y bərabər 18. Tərəf-tərəfə toplasam. Deməli, 2x ilə 3x-i toplasam 5x, 2y ilə 3y toplasam 5y bərabərdir 25-ə. Hər təni 5-ə bölsəm x plus y bərabər olur 5-ə. Yəni, cavabımız olan hansı? Y variantı. Növbəti 23-ə bax. Tənliklər sistemindən x minus y fərqini tapın. Deməli, 3x minus 2y bərabər 6 və 2x minus 3y bərabər 9. Tərəf-tərəfə toplasaq. 2x-lə 3x toplayanda 5x, digərdə mənfi 5y bərabər 15. Hər təni 5-ə bölsəm, x minus y bərabər 3-ə. Deməli, cavabımız hansı olur? C variantı. Növbəti 24-də baxaq. 24-də deyir ki, tənliklər sistemindən x plus y cəmini tapın. Görək, indi burada nə eləyə bilərik? Altı x plus 4y-dir, düzdür. 6x plus 4y bərabər 5. Aşağıda da 5x plus 3y bərabər 2 verir. Belə eləyək. Bizdən x plus y cəmini istəyir. Yuxarını 3-ə vuraq, aşağını mənfi 4-ə vuraq. Y-ləri islah eləmək üçün. Yuxarını 3-ə vursam 18x plus 12y bərabər 15. Aşağıda mənfi 4-ə vursam mənfi 20x çıxaq 12y bərabər neçə? Mənfi 80. Tərəf-tərəfə toplasaq 12y-lər gedir. Olur, deməli, mənfi 2x bərabərdir. Mənfi 2x bərabərdir. Fikir versək, indi burada 3-ə vuranda 15. Bir dənə baxaq, düz yazdıq mı? Bu bərabər olur 7-yə. X bərabər mənfi 3/5-ə. Düzü. X-imiz mənfi 3/5-dirsə, X-in yenə mənfi 3/5 yazsaq burada. Deməli, 3/5-i vursaq 6-ya. Bu eləyir 21. Burada yazırıq. Olur 21 mənfi 21. Üstə gəl 4y bərabər 5. Buradan 4y bərabərdir 26-ya və 26-ını da bölsək 4-ə, bu deyilir 6/5. İndi mənfi 3/5, 6/5. Cəmsi neçə eləyir? 3. Y variantı olmuş olur. 25-ə baxaq. 25-də görək bizə nə deyir. 25-in sualda deməli, deyir ki, x minus y fərqini bizdən istəyir. Çox gözəl sualdır. Deməli, 2x üstə gəl 5 dənə y bərabər 4. Və x plus 6y bərabər 2-dir. Bunu çıxsa, tərəf-tərəfi 2x-dən x çıxanda elə x. 5y-dən 6y çıxsam, elə mənfi y. 4-dən 2 çıxsam 2. Cavabımız olur nə? 2. C variantı olmuş olur. Növbəti baxaq. 26 nömrəli suala. Deyir ki, tənliklər sistemini həll edin. Deməli, vuru başlar. 2-ni vursaq 5x-ə 10x. 2-ni vursaq 3y-ə 6y. Çıxaq 2y. Üstə gəl 2x bərabər 8 yazıq. 2x-i keçirdim sol tərəfə. Sonra aşağı baxaq. Mənfi 3x. 5x-ə vursam 5x. Çıxaq 10y olacaq. Üstə gəl 10y bərabər 4. Alaq sistemə.
10x-dən 2x toplasam, deməli, birinci sistemdə 12x, mənfi 6 bu eləyir, mənfi 8y bərabər 8. Buna baxaq, 10y-lər islah olunur. Olur 2x bərabər 4. 4-ü 2-yə bölsə x-imiz neçə eləyir? 2. Və gətirək x-in yerinə 2 yazaq burada. 12-ni 2-yə vursam 24. Çıxaq 8y bərabər 8. Buradan 8y tapsam, 24-dən 8 çıxsam 16. Və 16-nı 8-ə bölsəm y oldu 2. X-imiz 2-dir, y-imiz 2. Fərqi neçə eləyir? 0. Y variantı. Daha doğrusu fərqini istəmirik. Bizdən elə sistemi isə 26-da deməli 2-2 tapmışıq da D variantını. İndi bəzi uşaqlar deyəcək ki, yorumlarda qeyd edirlər. Müəllim variantı səhv işarələrdir. Bir axıra kimi baxın, sonra fikirlərinizi qeyd edin. 27 olur da texniki səhvlər gedir. 27-yə baxaq. Deyir ki, yenə eyni tip sualdır. 2x çıxaq. Qarşıda çıxma işarəsi var. İşarə dəyişəcək. 2x minus 6y üstə gəl y bərabər 15 yazım. Və 3-ü 5-ə vursam 15x çıxaq. 3-ü 7-yə vursam 21y bərabərdir 63 plus 5x. Burada 2x-lər islah olunur. Mənfi 6y, y. Bu eləyir mənfi 5y bərabər 15. Deməli, burada 15x, 5x. 15x-dən 5x çıxanda eləyir 10 dənə x. Çıxaq 21 dənə y bərabər 63. Və 15-i mənfi 5-ə bölsəm y olur mənfi 3. Y-in yeni mənfi 3 yazaq. 10x üstə gəl olacaq 63. Bərabər nəyə? 63-ə. 60-dan 63 çıxanda 10x bərabər 0-a. 0 10-a bölündə x nə oldu? 0. Birinci x gəldi. X-imiz 0, y mənfi 3. Cavab ol hansı? B variantı. 28-ə baxaq. Təhlilər sistemindən x plus y cəmini tapın. Deməli, yuxarını vurbayız. 2-ni vursaq mötərizənin daxilini 2x çıxaq 10 olur. Çıxılsın 1 bərabər 4 minus x. Aşağıya baxaq. 4-ü vursaq mötərizənin daxilinə 4x minus 4y olur. Çıxaq 7y. Üstə gəl 2 bərabər 0. Alaq sistemi. X-i atıram sol tərəfə olur 2x-ilə toplam 3x. Bu ədədləri atıram sağ tərəfə cəmsi 15 eləyəcək. Və burada 4x çıxaq 7. Bu eləyir mənfi 3y. Daha doğrusu deməli 4x çıxaq 11y bərabər mənfi 2. İndi 15-i bölsək 3-ə. X-imiz düşür 5. Yətə x-in yeni 5-ə. 4 də 5-in 20. Çıxaq 11y bərabər mənfi 2. Buradan 11y bərabər 20-dən mənfi 2 çıxsam elə 22. Və 22-ni 11-ə bölsə y oldu 2. X-imiz 5, y-imiz 2. Hasilini istəyir, hasil olacaq 10. A variantı. Bir dəqiqə. Cəmini istəyir bizdən. Cəmi olacaq 5 ilə 2-nin cəmi 7. B variantı olmuş olur. 29-a baxaq. Təhlil sistemindən x, y hasilini istəyir bizdən. Deməli, fikir versək, 3-ü vursaq mötərizənin daxilini eləyir 12, çıxaq 3y, üstə gəl 2, yazaq minus y, bərabərdir mənfi 6-ya. Aşağıya baxaq, 2x minus 2y, üstə gəl 5x, bərabərdir 4 yazaq. Və buradan mənfi 3y, mənfi y, bu eləyirmi mənfi 4y, 12-ni 2-ni toplasam 14, kesir digər tərəfi olur mənfi 20. Buna baxaq. 2x-dən 5x-i toplasam 7x minus 2y bərabər 4. Alaq sistemə.
Mənfi 20-ni mənfi 4-ə bölsə y oldu mu 5? Gətirək y-in yeni 5 yazaq. Olacaq 7x minus 2-5-in 10 bərabər 4-ə. Buradan 7x bərabər olur mu 14-ə? Və 14-ü 7-yə bölsə x oldu 2. X-in qiyməti 2-dir, y-in qiyməti 5. Hasilini sil, hasil olur 10. Yəni A variantı. 30-cu suala baxaq. 30-da bizə deyir ki, tənlə sistemindən x minus y fərqini tapın. Deməli, 4y minus x bərabər 7 və y plus x bərabər 8. Baxın, tərəf-tərəfə toplasaq bu x-lər islah olunurmu? 4y ilə y toplasam 5y bərabər 15 və 15-i 5-ə bölsəm y oldu 3. Y 3-sə gətirək burada y-in yeni 3 yazır ikinci tərlikdə. 3 üstə gəl x bərabərdir 8-ə. 8-dən 3-səm x oldu 5. Deməli bizdən x minus y fərqi. X minus y fərqi bərabərdir. X-in qiyməti 5-dir. Y-in qiyməti 3-dür. Fərq neçə edir? 2. Yəni D variantı.